Salam dəyərli izləyicilər. Mən Pro İngilis Dili kanalının beynəlxalq IELTS sertifikatlı ingilis dili müəllimiyəm. Bugün sizlərlə DİM 2025 11-ci sinif test toplusunun pronounce bölməsinin suallarının izahına baxacağıq. Dərsimizə başlamamışdan əvvəl dərslərimiz haqqında ətraflı məlumat almaq üçün 051 766 86 91 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. İndi isə suallara baxaq. Birinci suala baxsaq, choose the correct variant, düzgün variantı seçin. Don't interrupt, speech. Nöqtələrdən sonra gələn speech isimdir. Və bildiyimiz kimi, yəli yalın aslı forması özündən sonra həmişə isim tələb edir. Müstəqil forma isə özündən sonra heç bir isim tələb etmir. Deməli, onda biz müstəqil forma yox, yəli halın aslı forması lazımdır. His, yəli halın aslı forması, my, mənim, her, onun, hər üçü yəli halın aslı formasıdır. Ona görə düzgün cavab A variantı. Növbəti suala baxaq. Choose the correct pronoun, düzgün əvəzliyi seçin. I can't find my trousers. Mən şalvarımı tapa bilmirəm. Where are nöqtələr? Bu arada bildiyimiz ki, nöqtələrin yerinə gələn əvəzlik trousers. Cəm halda olan trousers ismini əvəz etməlidir. Bizdə nöqtələrin yerinə onlar haradadır? Z əvəzliyi tələb olunur. Düzgün cavab D variantı. Where are they? Onlar haradadır? Növbəti varianta baxaq. This letter is for Bill. Bu məktub Bill üçündür. Can you give it to? Bill bildiyimiz kimi kişi cinsidir. Ona görə də to sözündən sonra obyekt halda olan şəxs əvəzliyi lazımdır. Və obyekt olan şəxs əvəzliyi burada him uyğun gəlir. Can you give it to him? Sən bunu ona verə bilərsənmi? Choose the correct pronoun, düzgün əvəzliyi seçin. Növbəti sualda, are these skiers? Bu qayçılar. Gördüyümüz ki, nöqtələrdən sonra gələn əvəzlik özündən sonra heç bir isim gəlmir. Deməli, bu müstəqil halda olan yəli yal əvəzliyidir. My, our, their və your hər dördü yəli yalın aslı formasıdır. Yəni, özündən sonra isim tələb edir. Burada müstəqil hal yours, ancaq budur. Tərcümə cəhətdən də sizinki deməkdir. Bu qayçı sizinkidirmi? Növbəti suala baxaq. Are these blue jeans? Nöqtələr yenə aslı yox, müstəqil halda olan yəli əvəzliyi lazımdır bizə. Possessive pronouns, bura uyğun gələn yours, yenə B variantı. Növbəti suala baxaq. Choose the correct option. Düzgün versiyanı seçin. He was glad to see nöqtələr friend at the party. Nöqtələrdən sonra friend ismi gəlmişdir. Deməli, nöqtələrin əvəzinə gələn əvəzlik yəli halda olmalıdır. Aslı halda olan yəli əvəzliyi olmalıdır. Theirs, mine, ours, hers heç biri uyğun gəlmir. Düzgün cavab A variantı, his friend. Növbəti suala baxaq. Choose the correct pronoun. This exercise is very easy. Do it. Bu çalışma, bu tapşırıq çox asandır. Do it burada əmir şəklində olan cümlədir və bu cümlələrdə cümlənin sonunda refleksiv pronouns, yəni qayıdış əvəzliyi gəlir. Özünüz edin kimi tərcümə olunur. Do it yourself və yaxud yourselves olmalıdır. Düzgün cavab burada yourself D variantı. Özünüz edin kimi tərcümə olunur. Növbəti suala baxaq. The children painted the fence. Uşaqlar özləri rənglədilər. Painted. Deməli, burada özləri refleksiv pronouns cümlənin sonunda işlənir. Özündən sonra heç bir isim tələb etmir. Children cəmdə olduğu üçün themselves düzgün cavab olacaq B variantı. Növbəti suala baxaq. He is wearing jeans. O cins geyinir. Do you like? Do you like? Cinsi əvəz edən əvəzlik burada them olmalıdır. Niyə? Çünki cümlənin sonunda gələn obyekt halda olan şəxs əvəzliyi tələb olunur. Burada cins cəmdədir. It olmaz. They olmaz. Them olmalıdır. İkinci tərəfə baxsaq. Yes, I do. They look nice. Burada nöqtələrin yerinə gələn adlıq halda olan şəxs əvəzliyi lazımdır bizə. Çünki birinci mübtəda rolunda çıxış edir. Ona görə them olmaz. They olmalıdır. Düzgün cavab C variantı. Növbəti suala baxaq. Nöqtələr have a pet. Burada bildiyiniz kimi nöqtələrin əvəzinə gələn əvəzli mübtəda roluna çıxış edən adlıq halda olan şəxs əvəzliyi olmalıdır. Adlıq halda olan şəxs əvəzliyi hər bir varianta uyğun gəlir. Lakin have cəmdədir. Cümlənin xəbəri cəmdədirsə, she üçüncü şəxsin təki, he üçüncü şəxsin təki olmaz. Olsa has olmalı idi. İkinci tərəfə baxsaq, is a rabbit.
Rabbit dovşandır və bu ismi əvəz edən əvəzlik it olmalıdır. Çünki üçüncü şəxsin təkidir. Ona görə də them çıxdıq, D çıxdıq. A variantı düzgün cavab. It's a rabbit. Növbəti suala baxaq. Choose the correct variant, düzgün variantı seçin. David invited classmates to birthday party. Classmates özündən sonra isim gəlmişdir. Deməli, nöqtələrin yerinə gələn əvəzlik possessive pronouns, yəni aslı formada olan yəl-yal əvəzliyi olmalıdır. Biz avtomatik müstəqil formada işlənənləri çıxırıq. He olmaz, çünki bu adlıq halda olan şəxs əvəzliyidir. Bizə aslı formada olan yəl əvəzliyi lazımdır. To-dan sonra isə to birthday, yenə birthday party isim birləşmə gəlmişdir. Yenə də bizə aslı formada olan yəli əvəzliyi lazımdır. Və theirs burada müstəqil formadadır. Yours da müstəqil formadadır. Düzgün cavab olacaq D variantı. David invited his classmates to his birthday party. David onun sinif yoldaşlarını ad gününə dəvət etmişdi. Növbəti suala baxın. Choose the correct variant, düzgün variant seçin. This is book I can give to you. Nöqtələrdən sonra gələn isim işlənmişdirsə, deməli nöqtələrin yerinə olmalıdır. Aslı formada olan yəli əvəzliyi, yəni me olmaz, mine olmaz, theirs olmaz, my və his uyğun gəlir. This is his book, this is my book, I can give to you, I can give it to you olmalı. Düzgün cavab C variantı. Their aslı halda olan yəli əvəzindən sonra mütləq isim gəlməlidir, lakin burada isim yox, söz önü gəlmişdir. Növbəti suala baxaq. Choose the correct variant, düzgün variant seçin. Why can't you do it? Nöqtələrin sonuna gələn əvəzlik bildiyimiz kimi cümlənin sonunda işlənmiş, müstəqil halda olan refleksiv, yəni qayıdış əvəzliyi olmalıdır. Refleksiv pronouns. Siz you, burada cümlənin mütərası you olduğuna görə qayıdış əvəzliyi də ya yourself, ya da cəm halı yourselves olmalıdır. Sən özün, siz özünüz. Düzgün cavab olacaq 2-3 Y variantı. Choose the correct variant, düzgün variant seçin. Try to pack everything yourself, yourselves. Yəni cümlənin sonunda müstəqil halda olan refleksiv pronouns tələb olunur burada və düzgün gələn ikinci şəxsə aid olan refleksiv pronounslardır. Yəni yourself, sənin özün və yourself, sizin özünüz. Yourselves. 1-3 düzgün cavab olacaq C variantı. Növbəti suala baxaq. Choose the correct variant, düzgün variant seçin. Introduce, please. Yenə gördüyümüz kimi burada ikinci şəxsə aid olan refleksiv pronouns tələb olunur. Cümlənin sonunda əmr şəklində işlənmişdir. Cümlənin sonunda müstəqil halda olan əvəzlik burada yourself və yourselves 2-4 olacaq. Düzgün cavab B variantı. Choose the correct variant, düzgün variant seçin. Took books and sat down at the desk. Took. Bu gördüyünüz kimi nöqtələrin sonra cümlənin xəbəri gəlmişdir və ən birinci söz burada adlıq halda olan şəxs əvəzliyi tələb olunur. Burada hər bir variantda adlıq olan şəxs əvəzliyidir. Biz ikinci tərəfə baxacağıq. İkinci tərəfdə books ismi gəldiyi üçün ondan əvvəl aslı formada olan yəli əvəzliyi tələb olunur. Hers müstəqil formadır, olmaz. That olmaz, books cəmdədir, that təkdədir. This olmaz, təkdədir, books cəmdədir. Ours müstəqil halda olan yəli əvəzliyidir, olmaz. Bizə aslı forma lazımdır. Düzgün cavab olacaq C variantı. She took her books and sat down at the desk. Düzgün cavab C variantı. Növbəti suala baxaq. Choose the correct variant. Bought a nice present for sister. Bought. Yenə də göründüyü kimi birinci tərəfə bizdən adlıq halda olan şəxs əvəzliyi tələb olunur. Özündən sonra birbaşa xəbər gəlmişdir. İkinci tərəfdə isə sisters ismi gəldiyinə görə aslı halda olan yəli əvəzliyi lazımdır bizə. Ours, hers, theirs müstəqil halda olan yəli əvəzliklərdir. Mine-da həmçinin ona görə bizdə bir variant qalır. C variantı düzgün cavab. He bought a nice present for his sister. Choose the correct variant. Düzgün variant seçin. Got a new doll for birthday. Yenə gördüyümüz kimi nöqtələr və cümlənin got xəbəri gəlmişdir. Ona görə bizə birinci tərəfə adlıq halda olan obyekt, adlıq olan şəxs əvəzliyi lazımdır. My yəli haldadır, olmaz. His yəli haldadır, olmaz. Bizdə qaldı C, D və Y variantları. İndi ikinci tərəfə əsasən düzgün variant təyin edək. Birthday göründüyü kimi nöqtələrdən sonra isim gəlmişdir. Avtomatik olaraq burada nə olmalıdır? Aslı formada olan yəli əvəzliyi. Yəni hers olmaz, çünki onlar müstəqil formadadır. Düzgün cavab olacaq Y variantı. I got a new doll for her birthday. Növbəti sual. Always listen attentively to teacher at the lesson.
Always listen. Göründüyü kimi zərf və xəbər gəlmişdir. Deməli, nöqtələrin yerinə olmalıdır. Cümlənin mübtədası rolunda çıxış edən adlı halda olan şəxs əvəzli. Yəni, his olmaz, yəli yalıdır. My olmaz, yəli yalıdır. Listen. Göründüyü kimi yəni, burada üçüncü şəxsin təki deyil. Ona görə she və he olmaz. Üçüncü şəxsin təki olsa listens. Cümlənin xəbəri S şəkilçisi qəbul etməli idi. Ona görə də bizim variantımız, düzgün cavabımız olur B variantı. I always listen attentively to teacher at the lesson. İkinci tərəfdən biz bunu təyin edə bilərdik. Hər iki C və D variantlarının ikinci tərəfində hers müstəqil halda olan yəli əvəzli verilmişdir. Lakin bildiyimiz kimi nöqtələrdən sonra isim gəlmişsə, deməli nöqtələrin yerində olan əvəzlik aslı halda olan yəli əvəzliyi olmalıdır. Ona görə düzgün cavab olacaq B variantı. Növbəti suala baxaq. Choose the correct variant. Düzgün variantı seçin. School is old, but one is quite new. School gördüyümüz kimi nöqtələrdən sonra isim gəlmişdir. Deməli, nöqtələrin yerinə gələn əvəzlik aslı halda olan yəli əvəzliyi olmalıdır. Yəni, müstəqil halda ola bilməz. Ours, mine, B və D variantlarına çıxdıq. School təkdədir, these olmaz. O cəm isimlərlə işlənir. Qaldı bizdə A və Y variantları. İkinci tərəfə əsasən təyin edək. But one is quite now. One burada school ismini əvəz etmişdir və nöqtələrin yerinə ona görə də aslı halda olan və yaxud tək halda olan əvəzlik gəlməlidir. İşarə əvəzliyi these burada cəmdədir. Ona görə A variantını çıxdıq. Düzgün cavab Y variantı. Növbəti suala baxaq. Exercises are difficult, but the words are very easy. Exercises cəmdədir. Avtomatik these və dəti çıxdıq. Onlar tək halda olan isimlərlə işlənir. İkinci tərəfə baxsaq, once yenə cəmdədir. This-i çıxdıq. Və birinci tərəfdə exercise ismi gəlmişsə, ondan əvvəl müstəqil halda olan yəli əvəzliyi işlənməz. Mine getdi. Düzgün cavab A variantı. Növbəti sual. Choose the correct variant. Bu tipli cümlələrdə altından xətt çəkilmiş ismə uyğun onu əvəz edə biləcək əvəzlikləri seçməliyik. Mother gave soup to little Tom. Soup gördüyümüz kimi burada cansız halda olan varlıqdır və onu ancaq it əvəzliyi ilə əvəz edə bilərik. Him, them çıxdıq. A və D variantlar qaldı. İkinci tərəfə baxsaq, little Tom burada canlı varlıqdır və tək haldadır. Cəmdə deyil. Them olmaz. Düzgün cavab it, him, A variantı. Növbəti sual. Choose the correct variant. My father buys bread every day. My father, mənim atam, he. Z olmaz. It olmaz, cansız varlıq. Bread every day, çörək. Bu isə cansız varlıqdır və üçüncü şəxsin təki it olmalıdır. Düzgün cavab C variantı. 24-cü sual. Bob gives his ball to the children. Bob üçüncü şəxsin təki. Ona görə C olmaz. Canlı varlıqdır, it olmaz. To the children, uşaqlara, yəni them, onlara. Adlı halda olan, obyekt halda olan şəxs əvəzliyi them. Düzgün cavab A variantı. Növbəti sual baxaq. Everybody admires for talent. Admires for gördüyünüz kimi burada söz önü gəlmişdir. Fiil və söz önü arasında işlənən əvəzlik nə olmalıdır? Obyekt halda olan şəxs əvəzliyi. Yəni burada nə olmaz? His yəliyal olmaz. His yəliyal olmaz. İkinci tərəfdə talent ismi gəldiyi üçün nöqtələrdən sonra özündən sonra isim varsa deməli nə olmalıdır? Nöqtələrin əvəzinə gələn əvəzlik aslı formada olan yəli əvəzliyi. Yəni hers müstəqil forma olmaz. Him şəxs əvəzliyi olmaz. Düzgün cavab A variantı. Do have a department store near house. Gördüyümüz kimi do köməkçi verili və have arasında işlənən nöqtələrin əvəzinə gələn əvəzlik adlı qalda olan şəxs əvəzliyi olmalıdır. Your olmaz. Have cəmdədir. Hər 4 variant uyğun gəlir birinci tərəfə. Near house. House nöqtədən sonra isim gəlmişsə, deməli nöqtələrin əvəzinə gələn əvəzlik nə olmalıdır? Aslı halda olan yəli əvəzliyi, yəni müstəqil forma olmaz. C və A variantlarını çıxdıq. D variantındakı isə obyekt halda olan şəxs əvəzliyidir. Bu da olmaz. Düzgün cavab B variantı. Your aslı halda olan yəli əvəzliyidir. Növbəti suala baxaq. Choose the correct variant, correct pronouns to the underlined words. Altından xətt çəkilmiş isimlərə, sözlərə əsasən düzgün əvəzlikləri təyin edin. Take the book to Miss Smith. Miss burada qadın cinsini göstərir. Yəni, bunun əvəzinə biz obyekt halda olan şəxs əvəzliyi, yəni her'ü seçməliyik.
Birinci tərəfdə isə the book nədir? It, yəni üçüncü şəxsin təki cansız varlıqdır. It, her düzgün cavab olacaq D variantı. Növbəti sual baxaq. Put books into the bag and go home. Put, gördüyümüz üçün nöqtələrdən sonra put birbaşa feil cümlənin xəbəri gəlmişdir. Deməli, nöqtələrin əvəzinə adlıq halda olan şəxs əvəzliyi gəlməlidir. They olmaz, him olmaz. Books həm cəmdədir, həm də ki isimdir. Deməli, ondan əvvəl gələn əvəzlik nə olmalıdır? Aslı halda olan yeri əvəzliyi olmalıdır. Düzgün cavab B variantı. Choose the correct variant. Took pen and wrote a letter. Yenə nöqtələrin sonra birbaşa took feili, yəni cümlənin xəbəri gəlmişsə, deməli, onun əvəzinə nə olmalıdır? Cümlənin adlıq halda olan şəxs əvəzliyi olmalıdır. Nöqtələr oldu çıxış edən himi çıxdı. İkinci tərəfdə pen nöqtədən sonra isim gəlmişsə, birinci tərəfdə aslı halda olan yeri əvəzliyi olmalıdır. As şəxs əvəzliyidir, obyekt halda olan. Theirs və hers isə müstəqil formada olan yeri əvəzliyidir. Düzgün cavab olacaq burada Y variantı. Road is dangerous, but road is not. Burada hər iki tərəfdə road ismi işlənmişdir. Deməli, tək halda olduğu üçün these olmaz, these olmaz, those olmaz. Yəni, Y variantında ikinci tərəf cəm halda olan isim tələb edir. Düzgün cavab olacaq D variantı. Choose the correct variantı, düzgün variantı seçin. Looks sad in photograph. Fotoqraf isimdir. Deməli, nöqtədən sonra fotoqraf gəlmişsə, onun əvəzinə gələn isim nə olmalıdır? Əvəzlik nə olmalıdır? Aslı halda olan yeri əvəzliyi. Deməli, ona görə həm də təkli olduğu üçün those olmaz, these olmaz, these olmaz. Birinci tərəfdə isə looks tək haldadır. Təklər isə bu nədir? Üçüncü şəxsin təki. You olmaz. Düzgün cavab B variantı. Looks beautiful in dress. Yenə looks təkdədir. You olmaz. Və dress tək haldadır. Növbəti variantları yuxarıdan baxaq. Dress təkdədirsə, ikinci tərəf these və those olmaz. That, this olmalıdır. Düzgün cavab olacaq burada A variantı. She looks beautiful in this dress. Növbəti suala baxaq. 33. Choose the correct variant. Tom is showing new shoes. Showing feildən sonra gələn nə olmalıdır? Obyekt halda olan şəxs əvəzliyi. Və sonra new shoes, özündən sonra isim gələn əvəzlik nə olmalıdır? Yiyəli halda olan, aslı halda olan yiyəli əvəzliyi. Yəni, burada müstəqil halda olan hers və theirs olmaz. Birinci tərəfdə isə obyekt halda olan şəxs əvəzliyi his deyil, my deyil, me obyekt halda olan şəxs əvəzliyi. Düzgün cavab olacaq D variantı. Tom is showing me his new shoes. Tom mənə onun yeni ayaqqabılarını göstərirdi. Növbəti suala baxaq. 34. Choose the correct variant. Düzgün variantı seçin. Is your school bus and bus over there is ours. Göründüyü kimi hər iki tərəfdə nöqtələrin yerinə gələn əvəzlik tək halda olmalıdır. Yəni, is tək haldadır və ikinci tərəfdə bus tək haldadır. Ona görə those olmaz, these olmaz. İkinci tərəf these, those olmaz. Düzgün cavab Y variantı this-dədir. Növbəti sual. Bill and Tom are at school now. Are pupils. Göründüyü kimi burada cəm halda olan ismi təyin edən əvəzliyi olmalıdır və nə olmalıdır? Özünüz xəbər gəldiyi üçün adlı halda olan şəxs əvəzliyi və yaxud da cəm halda olan əvəzlik. Burada everyone, everybody həmişə xəbəri təkdə tələb edir. Nobody də həmçinin. There isə şəxs yox, yiyəli əvəzliyidir. Düzgün cavab Y variantı. They are pupils. Choose the correct variant. We don't like to speak much about. Cümlənin sonunda gəlmişsə, burada nə olmalıdır? Reflexive pronouns, qayıdış əvəzliyi. We isə ourselves olmalıdır. Düzgün cavab Y variantı. Biz özümüz haqqında çox danışmağı sevmirik kimi tərcümə olunur. Are these nöqtələr keys? Keys cəmdədir və özündən sonra isim gəldiyi üçün nöqtələrdən əvəzə nə olmalıdır? Özündən sonra isim tələb edən aslı halda olan yiyəli əvəzlikləri, yəni mine və theirs, hers olmaz. Düzgün cavab 2, 5, C variantı. Növbəti suala baxaq. Choose the correct variant. Tell about plans. Burada nöqtələrin göründüyü kimi cümlə əmr şəklindədir. Birbaşa feil ilə başlamışdır. Və nöqtələrin əvəzinə gələn əvəzlikdən sonra sözünə özündən əvvəl feil gəldiyi üçün burada obyekt halda olan şəxs əvəzliyi tələb olunur. Yəni, his olmaz. Tell, him, me, them, us hər bir uyğun gəlir. İkinci tərəfə baxaq. About plans. Plans isimdir və nöqtələrdən sonra gələn
əvəzlik nə olmalıdır? Aslı halda olan yəli əvəzliyi, yəni hers olmaz, she şəxs əvəzliyidir, olmaz, yours müstəqil halda olan yəli əvəzliyidir, olmaz. Düzgün cavab Y variantı. These are gloves and where are nöqtələr. Gloves göründüyü kimi nöqtədən sonra gələn əvəzliyi özündən sonra isim gəlmişdirsə, bu nə olmalıdır? Aslı halda olan yəli əvəzliyi. Yəni yours olmaz. Çünki o nədir? Müstəqil halda olan şəxs yəli əvəzliyidir. Where are nöqtələr. Göründüyü kimi are-dan sonra gəlmişdir. Sual cümləsində xəbərdən sonra gəlmişsə, bu nə olmalıdır? Adlı halda olan şəxs əvəzliyi və gloves-ı əvəz etdiyi üçün, o da cəmdə olduğu üçün burada they olmalıdır ikinci tərəfdə və yaxud burada müstəqil halda olan yəli əvəzliyi işlənə bilər. Cümlənin tərcüməsindən asılı olaraq. Birinci tərəfi they are their gloves uyğun gəlir. My gloves, his gloves. İkinci tərəfi and where are their olmaz. Özündən sonra, their'dən sonra mütləq isim gəlməlidir. Çünki həmin əvəzliklər yəli halda olan, aslı halda olan yəli əvəzliyidir. Aslı formada işlənən. Our da həmçinin özündən sonra isim tələb edən aslı halda işlənən yəli əvəzliyidir. Düzgün cavab olsa D variantı. Yours çünki özündən sonra heç bir isim tələb etməyən, refleksiv, yəni müstəqil işlənən yəli əvəzliyidir. Choose the correct variant. Düzgün variantı seçin. He brought drawings and where are. Yenə eyni ilə burada da nöqtələrin əvəzinə gəlməlidir. Aslı halda olan yəli əvəzliyi və ikinci tərəfdə isə müstəqil halda olan yəli əvəzliyi gəlməlidir. Düzgün cavab B variantı. Computer isn't. Burada computer təkdədir. Deməli, those və these cəm halda işlənən işarə əvəzləri düzgün deyil. Is not burada özündən sonra müstəqil halda olan yəli əvəzliyi tələb olunur. Ona görə düzgün cavab olacaq B variantı. Növbəti sual. Books are not. Books burada cəmdədir. Cəmdədirsə özündən əvvəl this olmaz, that olmaz, this olmaz. Çünki onlar özündən sonra həmişə tək isim tələb edir. These və those işarə əvəzləri isə özündən sonra cəm isim tələb edir və books cəmdədir. Are not nöqtələrin yerinə gəlməlidir. Müstəqil halda olan yəli əvəzliyi, yəni mine. Düzgün cavab C variantı. Əvvəl suala baxaq. Choose the correct variantı, düzgün variantı seçin. Mary, do you let us play with toys? Toys isimdir və nöqtələrin əvəzinə gələn əvəzlik özündən sonra isim gəldiyi üçün aslı halda işlənən possessive pronoun, yəni yəli əvəzliyi olmalıdır. Hers müstəqil formadır, yours müstəqil forma, mine, ours müstəqil forma, your isə aslı halda işlənən yəli forma. Düzgün cavab olacaq Y variantı. Choose the correct variant. Düzgün variantı seçin. Do you help your brother in work? Göründüyü kimi yenə nöqtələrin əvəzinə gələn əvəzlikdən sonra isim gəlmişdir. Ona görə də yenə bizə yəli halda işlənən, aslı formada işlənən yəli əvəzliyi lazımdır. Düzgün cavab olacaq burada Y variantı. Can you give your address? I want to come to place. Hər iki nöqtələrin əvəzinə gələn əvəzlikdən sonra isim gəldiyi üçün hər ikisi yəli halda, aslı halda işlənmiş yəli əvəzliyi olmalıdır. Yəni yəli əvəzliyinin aslı forması. As şəxs əvəzliyidir. Ours müstəqil hal. Yours müstəqil halda işlənən yəli əvəzliyi. Theirs də həmçinin müstəqil hal. Düzgün cavab olacaq Y variantı. Növbəti suala baxaq. Can you help? I need help. Burada cümlənin sonuna gəlmişdir. Feildən sonra gəlmişdir. Yəli hal ola bilməz burada. Çünki özündən sonra yəli hal həmişə isim tələb edir. Can you help? Sual cümləsi me. Sən mənə kömək edə bilərsən və yaxud ona və yaxud bizə. ABD-nin hər üç variantı birinci tərəfə uyğun gəlir. Çünki adlı halda, obyekt halda olan şəxs əvəzliklərdir. İkinci tərəfdə isə I need help. Göründüyü kimi özündən sonra isim gəldiyi üçün nöqtələrin əvəzində nə olmalıdır? Yəli halın aslı forması. Yəli əvəzliyinin aslı forması. Bura uyğun gəlir D variantı. Çünki B və A-da hər iki tərəfin ikinci tərəfi nədir? Müstəqil halda işlənən yəli əvəzliyidir. Düzgün cavab olacaq D variantı. Növbəti suala baxaq 47. Choose the correct variant. Düzgün variantı seçin. We'll have vegetable soup for dinner. Göründüyü kimi burada sual cümləsidir və cümlənin birinci sözü köməkçi feil, ikinci tərəf have xəbər edir. Ona görə nöqtələrin əvəzi nə olmalıdır? Adlı halda olan şəxs əvəzliyi. Yəni burada həm də have cəmdə olduğu üçün birinci tərəfə he və she üçüncü şəxsin təki olmaz. İkinci tərəfdə isə for dinner nöqtələrdən sonra isim gəlmişdir.
avtomatik olaraq burada yiyəlik əvəzliyinin aslı forması olmalıdır. Yəni yours və theirs müstəqil forma ola bilməz. For theirs, yours, ours olmaz. Will she have vegetable soup for? Will they have vegetable soup for their dinner? Will we have vegetable for ours? Will he have? Aha, burada hər birinin ikinci tərəfi müstəqil halda işlənən yiyəlik əvəzliyi olduğu üçün A, D, Y və C variantları səhvdir. Düzgün cavab olacaq nə? B variantı. Niyə? Çünki ancaq bu variantda ikinci tərəf yiyəliyalın aslı formasıdır. Düzgün cavab B variantı. Növbəti suala baxaq. Choose the correct variant. Düzgün variantı seçin. Will invite friends to the party. Burada birinci tərəfdə göründüyü kimi adlıq halda olan şəxs əvəzliyi tələb olunur. İkinci tərəfdə isə friends ismi gəldiyi üçün yiyəlik əvəzliyinin aslı forması, yəni ours, yours, theirs, hers olmaz. Düzgün cavab A variantı. Növbəti suala baxaq. Choose the correct variant. What a nice toy. John has made it. Burada cümlənin sonunda gəlmiş refleksiv pronouns tələb olunur. Necə gözəl oyuncaqdır John, onu özü etmişdir. Üçüncü şəxsin təki himself. Düzgün cavab C variantı. What nice flowers. Jane has grown them. Eyni ilə burada da necə gözəl güllərdir. Jane onu özü böyütmüşdür. Yəni üçüncü şəxsin təki herself. Düzgün cavab D variantı. Choose the correct variant. Düzgün variant seçin. Asks if project is yours. Ask göründüyü kimi təkdədir. Təkdədir isə birinci tərəfdə üçüncü şəxsin təki olmalıdır. They olmaz, we olmaz. Project isim gəldiyi üçün nöqtələrin əvəzinə nöqtələrdən sonra həmin isimdən əvvəl yiyəlik əvəzliyinin aslı forması olmalıdır və yaxud da ki tək halda olan işarə əvəzliyi. Yəni these və those olmaz. Düzgün cavab B variantı. Ask to help Mary please, she needs help. Needs help göründüyü kimi bu nöqtələrin əvəzinə gəlməlidir. Özündən sonra isim gəldiyi üçün yiyəlik əvəzliyinin aslı forması. Ours olmaz, mine olmaz, hers olmaz, hers olmaz. Düzgün cavab D variantı. Ask to come to us please, we need help. Yenə help gəldiyi üçün nöqtələrdən sonra isim gəldiyi üçün nöqtələrin əvəzinə yiyəlik əvəzliyinin aslı forması olmalıdır. Ours, theirs olmaz, hers, mine olmaz. Düzgün cavab A variantı. Növbəti suala baxaq. We have bought a flat too, but is more comfortable than. But nöqtələrin əvəzinə gəlməlidir. Ya müstəqil formada işlənən yiyəlik əvəzliyi ya da ki adlıq halda olan şəxs əvəzliyidir. Lakin burada flat mənzildən söhbət getdiyi üçün bizə cansız varlıq lazımdır. Cansız üçüncü şəxsin təki lazımdır. Əgər söhbət adlıq halda olan şəxs əvəzliyindən gedirsə. Your olmaz. O özündən sonra mütləq isim tələb edir. Çünki aslı halda işlənən yiyəlik əvəzliyidir. Yiyəlik əvəzliyinin aslı formasıdır. His, onunku is more comfortable than my olmaz. Çünki my özündən sonra isim tələb edən yiyəlik əvəzliyinin aslı formasıdır. Eyni ilə burada da ikinci tərəfdə your olmaz. Yours olmalı idi. Aha, indi isə bu növbəti variantlara baxaq. Yours, ours düzgün cavabdır. Niyə? Çünki hər ikisi müstəqil halda olan yiyəlik əvəzliklərdir. Düzgün cavab D variantı. Y variantı səhvdir. Niyə? Hər ikisi aslı halda olan yiyəlik əvəzliklərdir. Bizə isə müstəqil halda olan yiyəlik əvəzliyi lazımdır. Çünki özlərindən sonra isim işlənməmişdir. Növbəti suala baxaq. Choose the correct variant. Düzgün variantı seçin. We wrote a dictation too, but was easier than. Göründüyü kimi burada yenə eyni qaydada hər iki tərəfdə müstəqil halda yiyəlik əvəzliyi müstəqil hal forması lazımdır. Çünki hər ikisi sərbəst işlənmişdir. Özlərindən sonra heç bir isim gəlməmişdir. Ona görə də biz burada Y variantını çıxırıq. C variantını, A variantını, hər üç variantın ikinci tərəfi aslı halda yiyəlik əvəzliyin aslı hal formasıdır. It's our burada düzgün gəlmir. D variantı düzgün cavab olacaq. Hər ikisi yiyəlik əvəzliyin müstəqil hal formasıdır. Choose the correct pronoun to the underlined word. Düzgün altdan xətt çəkilmiş sözə uyğun gələn düzgün əvəzliyi seçin. She looked for her gloves everywhere. Her gloves. Onun əlcəkləri üçüncü şəxsin cəmidir və bizə bunun əvəzinə təyin edən şəxs əvəzliyinin obyekt hal forması, yəni them lazımdır. Düzgün cavab B variantı. Növbəti sual baxaq. Choose the correct variant. She put her books on the shelf.
Eyni ilə burada da her books-un əvəzinə üçüncü şəxsin cəmi adlı halda olan, obyekt halda olan şəxs əvəzliyi them lazımdır. I gave him photo and he gave me. Gördüyü kimi burada nöqtələrin əvəzinə gələn əvəzlikdən sonra isim gəlmişdir. Avtomatik burada müstəqil hal olmaz. Aslı hal olmalıdır. Ona görə də düzgün cavab Y variantı. Burada ikinci tərəf çaşdırıcı ola bilər. And he gave me his. Lakin his bildiyimiz kimi həm yəlik halının aslı, yəlik əvəzliyinin aslı formasının həm də müstəqil formasının üçüncü şəxsin təkidir. Yəni bu istisna əvəzlikdir ki, həm aslı formada, həm də müstəqil formada yəlik əvəzliyinin hər iki formasında eyni cürə işlənir. Ona ancaq cümlə daxilində biz fərqləndirə bilərik. He gave me phone number and I gave him. Göründüyü ki, burada nöqtələrdən sonra phone number isim gəlmişdir. Deməli, nöqtələrin əvəzinə gələn yəlik əvəzliyi aslı halda olmalıdır. Yəni yours, hers olmaz. İkinci tərəfdə I gave him. Burada isə müstəqil hal. Çünki nöqtələrdən sonra heç bir isim gəlməmişdir. Your olmaz. Düzgün cavab C variantı. Növbəti suala baxaq. Cousin likes to go to the theater and concerts. Burada nöqtələrin sonra cousin isim gəlmişdir. İsim gəlmişsə, deməli, nöqtələrin əvəzinə gələn əvəzlik nə olmalıdır? Yəlik əvəzliyinin aslı hal forması, yəni 1 və 4. My, her, düzgün cavab A variantı. Nephew has won the competition. Nephew gördüyünüz kimi isimdir, bacı oğlu. Ondan əvvəl gələn nöqtələrin əvəzinə gələn əvəzlik nə olmalıdır? Yəlik əvəzliyinin aslı hal forması, deməli, aslı forma olacaq. 1 və 4, düzgün cavab C variantı. Növbəti sual. In the evenings got together with new friends. Burada got özündən sonra feil gəlmişdir, cümlənin xəbəri. Ona görə də avtomatik nə olmalıdır? Burada adlı halda olan şəxs əvəzliyi. İkinci tərəfdə isə with new friends isim gəldiyi üçün yəlik əvəzliyinin aslı forması olmalıdır. Aslı formaya uyğun gələn variant olacaq. Yalnız B variantı. Düzgün cavab B. Növbəti suala baxaq. At the party had a good time together with new friends. Yenə burada new friends gəlmişdir nöqtələrdən sonra. Deməli, nöqtələrin əvəzinə gələcək əvəzlik nə olmalıdır? Yəlik əvəzliyinin aslı forması. Yəni, ours, theirs olmaz, hers, mine olmaz. Düzgün cavab C variantı. Was doing lessons. Yenə, lessons isimdir. Nöqtələrin əvəzinə gələn əvəzlik yəlik əvəzliyinin aslı forması olmalıdır. Hers olmaz. Birinci tərəfdə isə was üçüncü şəxsin təkini tələb edir. Ona görə də we və you olmaz. Düzgün cavab A variantı. Növbəti suala baxaq. Was doing job. Burada was üçüncü şəxsin təkini tələb edir. You, we olmaz. I olmaz. Daha doğrusu I olar. Amma we və you olmaz. İndi ikinci tərəfə baxaq. Job isim gəlmişdir. İsim gəlmişsə, deməli ondan əvvəl yəlik əvəzliyinin aslı forması olmalıdır. Ona görə B və C variantlarını çıxırıq. Düzgün cavab olacaq Y variantı. Növbəti suala baxaq. Choose the correct variant. Düzgün variantı seçin. The height of the building attracted attention. Göründüyü kimi nöqtələrdən sonra attention ismi gəlmişdir. Deməli, ondan əvvəl gələn əvəzlik yəlik əvəzliyinin aslı forması olmalıdır. Bura uyğun gələn yeganə variant C variantı düzgün cavab olacaq. Növbəti suala baxaq. Choose the correct variant. Düzgün variantı seçin. The beauty of the flowers attracted attention. Yenə burada attention nöqtələrdən sonra isim gəlmişdir. Deməli, ondan əvvəl gələn əvəzlik nə olmalıdır? Yəlik əvəzliyinin aslı forması olmalıdır. Düzgün cavab olacaq burada yeganə variant Y variantı. Digər bütün variantlar isə yəlik əvəzliyinin müstəqil formasıdır. Növbəti suala baxaq. Choose the correct variant. Düzgün variantı seçin. Nick always shares his toys with little brother. Göründüyü kimi nöqtələrdən sonra isim gəlmişdir. Deməli, nöqtələrin əvəzinə gələn əvəzlik yəlik əvəzliyinin aslı forması olmalıdır. Və bura uyğun gələn yeganə variant, iki variantımız uyğun gəlir, her və his. Lakin Nick, his burada göründüyü kimi kişi cinsi olduğu üçün biz düzgün cavab Y variantı olacaq, her qadın cinsidir. Növbəti suala baxaq. Choose the correct variant, düzgün variantı seçin. You should dry after swimming. Sən gərək qurulayasan, üzərindən sonra qurulayasan. Deməli, özünü qurulayasan. Burada you, yourself və yourself uyğun gəlir. Niyə? Çünki you-nun üçüncü şəxsin cəmi də ola bilər, ikinci şəxsin cəmi də ola bilər, təki də. Və onun refleksiv pronouns, yəni qayıdış əvəzliyi yourself, yourself. Sənin özün, sizin özünüz düzgün cavab olacaq 3-4 D variantı.
Növbəti sual baxaq. Choose the correct variant, düzgün variantı seçin. You should do the translation. Burada yenə cümlənin sonunda gəlmişdir əvəzlik. Deməli, cümlənin sonunda gələn nöqtələrin əvəzinə reflexive pronouns, yəni qayıdış əvəzliyi tələb olunur. Cümlənin mübtədası you olduğu üçün ona görə bizə uyğun gələn qayıdış əvəzliyi yourself və yourselves 3-4 düzgün cavab B variantı. Növbəti suala baxaq. You can do it, I don't have any time to help you. Burada you can do it göründüyü kimi yenə you ilə başladığı üçün yourself və yourselves olmalıdır. Düzgün cavab 1-2 Y variantı. Növbəti suala baxaq. Choose the correct variant, düzgün variantı seçin. Clean the room, nöqtələr, I have no time to do it. Burada göründüyü kimi əmr cümləsidir, feil ilə başlamışdır. Deməli, nöqtələrin əvəzinə yenə nə olacaq? Yourself və yourselves. Siz özünüz, sən özün otağı təmizlə, mənim vaxtım yoxdur. 1-3 düzgün cavab olacaq C variantı. Növbəti suala baxaq. Choose the correct variant, düzgün variantı seçin. Each guest had his name written in place at the party. Göründüyü kimi nöqtələrin sonra place ismi gəlmişdir. Bu isim gəlmişsə nöqtələrin əvəzinə nə olmalıdır? Yəli əvəzliyinin aslı hal forması. Yəni hers, yours olmaz. Each guest had his name written, his. Göründüyü kimi üçüncü şəxsin təkidir və ona uyğun gələn variant A variantıdır. Növbəti suala baxaq 74. Bu sualı choose the correct variant, düzgün variantı seçin. Each guest had an invitation card in hand at the party. Yenə nöqtələrin əvəzinə gələn əvəzlik yəli əvəzliyinin aslı hal forması olmalıdır. Hers, yours olmaz. Və each guest üçüncü şəxsin təki olduğu üçün burada our ilə their olmaz. Düzgün cavab olacaq Y variantı. Növbəti suala baxaq. I found notes Charlie couldn't find. I found notes və burada göründüyü kimi nöqtələrin sonra gələn isim gəldiyi üçün bizə yəli əvəzliyinin aslı hal forması lazımdır. Yourself, hers, mine çıxdıq. A və C variantlar qaldı. Charlie couldn't find özünkini tapa bilmədi. Müstəqil hal lazımdır yəli əvəzliyinin. Ona uyğun gələn variant C variantıdır. Düzgün cavab C bəndi. Növbəti suala baxaq. Choose the correct variant. I took books from the table. Jane didn't take. Göründüyü kimi books cəmdədir. Həm cəmdədir, həm də ki özündən sonra isim gəldiyi üçün nöqtələrin əvəzinə yəli əvəzliyinin aslı hal forması olmalıdır. Yəni mine olmaz, hers olmaz. İkinci tərəfdə isə müstəqil forma. Çünki isimsiz işlənmişdir. Ona görə their və mine uyğun gəlir. Their olmaz. İndi isə tərcüməyə əsasən tapaq. I took his books from the table. Jane didn't take mine. Və yaxud I took my books from table. Jane didn't take hers. Düzgün cavab C variantı. Mən kitablarımı stoldan götürdüm. Jane isə götürmədi özünkünü. Növbəti suala baxaq. Ben is working in garden. Deməli, Ben bağda işləyir. Burada garden isimdir. Nöqtələrin sonra isim gəldiyi üçün bizə yenə aslı forma lazımdır. Yəni yəli əvəzliyinin aslı forması. Him adlıq obyekt olan şəxs əvəzliyidir. Hers isə aslı deyil, müstəqil formadır. Düzgün cavab olacaq 3-4 A variantı. Növbəti sual. Freda is planting flowers in garden. Yenə bizə yəli əvəzliyinin aslı forması lazımdır. Çünki nöqtədən sonra isim gəlmişdir. Bura uyğun gələn 3 və 4. Düzgün cavab C variantı. English lessons start at 9. Göründüyü kimi burada nöqtələrin sonra English lessons, İngiliscə dərsləri isim birləşmə gəlmişdir. Deməli bizə nə lazımdır? Nöqtələrin əvəzinə yəli əvəzliyinin aslı hal forması 3-4 düzgün cavab B variantı. Növbəti suala baxaq. Choose the correct variant. Music lesson is on Monday. Yenə nöqtələrin sonra isim birləşmə gəlmişdir. Yenə bizə nə lazımdır? Nöqtələrin əvəzinə yəli əvəzliyinin aslı hal forması. Yəni 1 və 2 yox, 3 və 4 düzgün cavab olacaq B variantı. Növbəti sual. Choose the correct variant. Düzgün variantı seçin. Granny told about childhood. Göründüyü kimi nöqtələrdən sonra childhood isim gəlmişdir. Ona görə də nöqtələrin əvəzinə nə olmalıdır? Yəli əvəzliyinin aslı hal forması theirs, hers olmaz. Granny üçüncü şəxsin təkidir və qadın cinsidir. His olmaz. Düzgün cavab Y variantı. Növbəti suala baxaq 82. Choose the correct variant. Düzgün variantı seçin. Nöqtələr put a tent and camp life began. Camp isimdir.
və nöqtədən sonra isim gəlmişsə, burada nə olmalıdır? Yiyəli əvəzliyinin aslı hal forması. Yəni, them şəxs əvəzliyi olmaz, hers müstəqil forma olmaz, ours müstəqil forma olmaz. Birinci tərəfdə isə nə olmalıdır? Adlı halda olan şəxs əvəzliyi, çünki cümlənin mübtədası rolunu çıxış etmişdir və özündən sonra xəbər gəlmişdir, put feili. Ona görə D düzgün cavab, C variantı, Y olmaz. Növbət suala baxaq. Choose the correct variant, düzgün variantı seçin. This is my opinion, bu mənim fikrimdir. What is yours, səninki nədir olmalıdır? Burada müstəqil halda olan yiyəli əvəzliyi lazımdır. Düzgün cavab Y variantı. Onsuz digər bütün variantlar yiyəli əvəzliyinin asıl hal formasıdır. Yəni qrammatik cəhətdən də düzgün cavab Y variantıdır. Növbəti suala baxaq. Choose the correct variant, düzgün variantı seçin. This is my bag, bu mənim çantamdır. Where is yours? Yenə eyni qaydada cümlənin sonunda işlənmiş, isimsiz işlənən yiyəli əvəzliyinin müstəqil forması olmalıdır. Yours düzgün cavab A variantı. Növbəti sual. His room is more comfortable than yours. Burada yenə və yaxud ours, yəni müstəqil halda olan yiyəli əvəzliyi lazımdır. Çünki cümlənin sonunda isimsiz halda işlənmişdir. Düzgün cavab B variantı olacaqdır. I haven't read this book, but my friend says it's very interesting. Göründüyü kimi burada I haven't read the book, ya kitabın özünü oxumamışam, ya da mən özüm oxumamışam. Yəni ya myself, ya itself olmalıdır. Himself olmaz, themselves olmaz. Çünki I adlı halda olan şəxs əvəzinə uyğun gələn myself-dir. Lakin burada kitabın özünə aid ola bilər. Ona görə itself-ı da saxlayırıq. Növbəti tərəfə baxaq. Mənim dostum, my friend says is very interesting. Mənim dostum deyir, o çox maraqlıdır. Yəni burada adlı halda olan şəxs əvəzliyi lazımdır. Və bu cümlənin book isminə aid olduğu üçün bizə lazım olan adlı halda olan şəxs əvəzliyi it olmalıdır. Düzgün cavab burada olacaq C variantı. Niyə? Çünki it's yiyəli haldır. Bizə adlı halda olan şəxs əvəzliyi lazımdır. A variantında isə it's. Burada 2 dənə is olur. Ona görə bu qrammatik cəhətdən düzgün deyildir. Düzgün cavab C variantı. Növbəti suala baxaq. We like the house, but we don't like the place where it's located. Burada biz evin özünü xoşlayırıq ya da evi biz özümüz xoşlayırıq. Yəni burada ya ourselves ya da itself olmalıdır. İkinci tərəfdə isə we don't like the place where it is located. Gördüyümüz kimi burada ikinci tərəfdə evə aid olduğu üçün, yəni evin harada yerləşməyini xoşlamırıq, amma evin özünü xoşlayırıq. Deməli, birinci tərəfdə ourselves yox, evə aid olan itself olmalıdır. Evin özünü xoşlayırıq, lakin yerləşdiyi məkanı xoşlamırıq. İkinci tərəfdə isə is varsa, 2 dənə izə ehtiyac yoxdur. C variantını çıxırıq. D variantındası isə aslı hal, yiyəli əvəzliyinin aslı hal formasıdır. Bizə isə adlı halda olan şəxs əvəzliyi lazımdır. Adlı halda olan şəxs əvəzliyinə uyğun gələn variant Y variantı düzgün cavab olacaqdır. Növbəti suala baxaq. Choose the correct pronouns instead of the underlined nouns. Altından xaç çəkilmiş isimlərin əvəzinə düzgün gələn əvəzlikləri seçin. Sheila poured all the water into the glasses. All the water, bütün suyu. Su sayılmayan isimdir. Ona görə də burada biz all the water'ın əvəzinə üçüncü şəxsin təkini seçməliyik. Yəni ya A ya da Y variantı. İkinci tərəfdə isə into the glasses. Şüşənin içinə tökdü suyu. Şüşənin içinə burada nə deməkdir? Sonda işlənmiş obyekt halda olan şəxs əvəzliyi, yəni cəm lazımdır. Çünki glasses cəmdədir. Ona görə düzgün cavab olacaq Y variantı. Növbəti suala baxaq. Choose the correct variant, düzgün variantı seçin. The cat hurt when played with the balls. Göründüyü kimi cat hurt, pişik incitdi özünü. Itself, üçüncü şəxsin təkidir cat. Ona görə its olmaz. Its çünki yiyəli əvəzliyinin aslı hal forması özündən sonra isim gəlməli idi. Themselves cəmdə olmaz, çünki üçüncü şəxsin təkidir. İkinci tərəfə baxsaq, when played cümlənin xəbəri gəlmişdir. Deməli, burada nə olmalıdır? Cat əvəzini əvəz edən üçüncü şəxsin təki adlı halda olan şəxs əvəzliyi it olmalıdır. It's yiyəli haldır. Itself qayıdış əvəzliyidir. Düzgün cavab olacaq A variantı. Növbəti suala baxaq. Choose the correct variant, düzgün variantı seçin. The monkey saw in the mirror when entered the room. Burada monkey, meymun gördü, özünü ya da özü gördü. Ona görə də burada ya it ya da itself olmalıdır, amma it's olmaz. Çünki yiyəli əvəzliyinin aslı formasıdır. Özündən sonra isim tələb edir. Burada isə isim yoxdur. İkinci tərəfdə isə when entered the room. Göründüyü kimi xəbər gəlmişdir birbaşa. Deməli, burada nə olmalıdır?
şəxs əvəzliyinin adlı qal forması. Yəni itself qayıdış əvəzliyi olmaz, its yəli əvəzliyi olmaz, its yəli əvəzliyi olmaz. Düzgün cavab D variantı. Növbəti suala baxaq. The tourists like both the country and landscape. Turist şəhərin hər ikisini xoşladı. Həm şəhərin özünü, country itself, and its landscape. Burada yəli əvəzliyinin asal forması lazımdır. Çünki landscape nədir? Özündən sonra isim gəlmiş nöqtələrdən sonra. Ona görə ikinci tərəfə şəhərin mənzərəsini, yəni ikinci şəxsin tək olduğu üçün burada their olmaz. Its uyğun gəlir, their olmaz. Yəni bunu çıxdıq. Qaldı 3 variant. Birinci səhifədə şəhərin özünü bəyəndi. Itself düzgün cavab olacaq D variantı. Themselves cəmdəlir. Növbəti suala baxaq. Choose the correct variant. My friends like to play football. My friends mənim dostlarım. Like özündən sonra xəbər gəldiyi üçün bu birləşməni əvəz edən əvəzlik adlı qaldı olan şəxs əvəzliyi D olmalıdır. Them çıxdıq, he çıxdıq, he çıxdıq. Düzgün cavab C və D variantlarının ikisindən biridir. İkinci tərəfə baxaq. Futbol isim cümlənin sonunda gəlmişdir. Üçüncü şəxsin təkidir. Him olmaz. Düzgün cavab C variantı. Növbəti suala baxaq. Choose the correct variant. Düzgün variant seçin. Do have an English book in bag. Bag isimdir. Deməli, nöqtədən sonra isim gəlmişsə, bunun əvəzinə gələn əvəzlik yəli əvəzliyinin asal forması olmalıdır. Yəni, theirs olmaz. Them adlı obyekt olan şəxs əvəzliyidir. Olmaz. You adlı qaldı olan şəxs əvəzliyi olmaz. Ours müstəqil formadır. Yəli əvəzliyinin düzgün cavabı olacaq C variantı. Choose the correct variant. Düzgün variantı seçin. Peter showed new computer. Göründüyü kimi Peter show'dan sonra, xəbərdən sonra gəlmişsə, burada nə olmaz? Yəli əvəzliyinin asal forması olmaz. My çıxdıq, his çıxdıq. His çıxdıq. Düzgün cavab olacaq ya D ya da Y. İkinci tərəfdə isə nöqtələrdən sonra new computer isim birləşməsi gəldiyi üçün bizdə mütləq halda yəli əvəzliyinin asal forması lazımdır. Düzgün cavab olacaq D variantı. Növbəti suala baxaq. Choose the correct variant. Is our house and house over there is Jane's. Burada göründüyü kimi house hər iki tərəfdə təkdədir. Ona görə bizə hər iki tərəf üçün işarə əvəzliyinin tək forması lazımdır. Yəni biz cəmləri çıxsaq, düzgün cavab qalacaq D variantı. Növbəti suala baxaq. Tom and Barbara are in the schoolyard. Are waiting for you. Burada göründüyü kimi Tom və Barbaranı əvəz edən nöqtələrin əvəzinə gələn adlı qaldı olan şəxs əvəzliyi tələb olunur və bu cəm haldadır cümlənin xəbəri. Cəmdədirsə bizdə everyone olmaz, everybody olmaz, nobody olmaz. Bunlar həmişə tək xəbər tələb edir. There isə yəli əvəzliyinin asal formasıdır. Bizə isə şəxs əvəzliyinin adlı qal forması lazımdır. Düzgün cavab Y variantı. Növbəti suala baxaq. Choose the correct pronoun. Düzgün əvəzləri seçin. Are they books? Göründüyü kimi nöqtələrdən sonra yenə isim gəlmişdir. Deməli, bizdə nöqtələrin əvəzinə yəli əvəzliyinin asal forması lazımdır. Ona görə mine, ours və theirs çıxırıq. Düzgün cavab 2-5 A variantı. Növbəti suala baxaq. Choose the correct variant. Düzgün variantı seçin. Tell something about life. Life isimdir. Deməli, nöqtələrin əvəzinə gələn əvəzlik yəli əvəzliyinin asal forması olmalıdır. Hers, yours çıxdıq. Him obyekt adı olan şəxs əvəzliyidir. Tell əmr şəklində olan feillə başlayan cümlədirsə, burada tell burada obyekt adı olan şəxs əvəzliyi tələb olunur. Ona görə də düzgün cavab olacaq A variantı. Çünki ikinci tərəf bizdən nə istəyir? Yəli əvəzliyi. She isə şəxs əvəzliyidir. Növbəti suala baxaq. Choose the correct variant. Düzgün variant seçin. Handwriting is clear as. Is as clear as. Handwriting burada isimdir. Əl yazısı. Deməli, isimdən əvvəl gələn əvəzlik yəli əvəzliyinin asal forması olmalıdır. Müstəqil halı çıxır. İkinci tərəfdə isə özündən sonra isim gəlmədiyi üçün, müstəqil işləndiyi üçün yəli əvəzliyin müstəqil forması lazımdır. Düzgün cavab Y variantı. Növbəti suala baxaq. Choose the correct variant. Düzgün variant seçin. Room is as large as. Göründüyü kimi room isimdir və nöqtələrdən əvvəl gələn əvəzlik avtomatik olaraq özündən sonra isim gəldiyi üçün yəli əvəzliyinin asal forması olmalıdır. Yəni mine olmaz, theirs olmaz, theirs olmaz,
İkinci tərəfdə isə aslı yox, müstəqil hala lazımdır. Niyə? Çünki isimsiz işlənmişdir. Düzgün cavab A variantı. Növbəti suala baxaq. Choose the correct variant. Düzgün variantı seçin. You mustn't blame nöqtələr. Sən özünü günahlandırmamalısan və yaxud sən günahlandırmırsan onu. Yəni burada adlıq halda, obyekt halda olan şəxs əvəzliyi gəlməlidir. Ona görə də biz you-nu çıxırıq, o şəxs əvəzliyidir. İkinci tərəfdə I'm not guilty at all. Mən ümumilikdə günahkar deyiləm. Məntiqi cəhətdən tərcüməyə əsasən bu variantı tapmalıyıq. Düzgün cavabı sən məni günahlandırmamalısan. Çünki mən günahkar deyiləm. Ona görə də ikinci tərəfin tərcüməsinə əsasən burada məni, me düzgün cavab uyğun gəlir. Növbəti suala baxaq. A powerful poem and proclaims the strength of Fidel Castro. Göründüyü kimi burada bizə nə lazımdır? Variantlara baxsaq, it's, yəni adlıq halda olan şəxs əvəzliyi və cümlənin xəbəri olan is. Ona görə it apostrof s-lə lazımdır. Çünki it's özü yəli əvəzliyinin aslı formasıdır. It's-i çıxdıq, iti çıxdıq, it's-i çıxdıq. B, C variantına birinci tərəfə uyğun gəlir. İkinci tərəfə baxsaq, proclaims cümlənin xəbəri gəlmişdir. Deməli, ondan əvvəl cümlədə nə olmalıdır? Nöqtələrin əvəzinə adlıq halda işlənən şəxs əvəzliyi olmalıdır. Yəli əvəzliyi yox. Düzgün cavab B variantı. Növbəti suala baxaq. Emergency teams consist of volunteers who are flood victims. Göründüyü kimi emergency teams ismi birləşmədir və ondan əvvəl gələn nöqtələrin əvəzinə gələn əvəzlik nə olmalıdır? Yəli əvəzliyinin aslı hal forması olmalıdır və yaxud işarə əvəzliyinin cəm forması. Ona görə they çıxdıq. Bu şəxs əvəzliyidir. Theirs müstəqil formada işlənən yəli əvəzlikdir. Bunlarda çıxdıq. B və D variantına uyğun gəlir. Birinci tərəf, ikinci tərəfdə isə who are flood victims itself olmaz. Niyə? Çünki are cəmdədir, victims cəmdədir. Itself-ı çıxdıq. Düzgün cavab B variantı. Növbəti suala baxaq. Monkeys are famous for eagerness to approach people and playfully interact with. Burada are cəmdədir. Are cəmdədir, həm də eagerness özünə sonra isim gəlmişdir. Ona görə də burada bizdə nöqtələrin əvəzinə yəli əvəzinin aslı hal forması lazımdır. Bura uyğun gəlməyən variantları çıxırıq. Themselves çıxdıq və digər variantlara uyğun gəlir. İkinci tərəfdə isə approach people and playfully interact with them. Meymunlar onlar for their eagerness. Burada meymuna uyğun gələn it's olmaz. Çünki meymun cəmdədir. For their eagerness uyğun gələn təkcə A variantıdır. Və ikinci tərəfdə playful interact with them uyğun gəlir. Ona görə düzgün cavab A variantı olacaqdır. Növbəti suala baxaq. Doctor's advice helped this patient a lot didn't. Burada göründüyü kimi ikinci tərəfdə sual cümləsidir. Birinci tərəfdə doctor's advice nöqtələrin sonra isim birləşmə gəlmişdir. Yəlik hal forması. Ona görə də birinci tərəfdə nə olmalıdır? Yəlik əvəzliyinin aslı hal forması və yaxud da işarə əvəzliyinin tək halı. Çünki advice təkdədir. Salmən isimdir. Those, these çıxdıq. D-ni çıxdıq. Düzgün cavab ya A ya B. İkinci tərəfə baxsaq, təkdə olan bir ismi əvəz etdiyi üçün ikinci tərəfdə Z olmaz, it olmalıdır. Düzgün cavab A variantı. That doctor's advice helped his patient a lot, didn't it? Növbət sual baxıb, choose the correct variant, düzgün variantı seçin. Niece wants to make some change in life. Göründüyü kimi hər iki nöqtələrdən sonra isim gəlmişdir. Deməli, hər iki tərəfdə yəli əvəzliyinin aslı hal forması tələb olunur. Yəni, müstəqil formaları çıxsa, bizdə 3 variant qalır və niece, bacı qızı üçüncü şəxsin təki qadın cinsidir. Ona görə ikinci tərəfdə ona uyğun gələn variant D variantıdır, her. Düzgün cavab D variantı. Növbəti sual baxaq. Choose the correct variant, düzgün variant seçin. Where did you buy jeans and how much did you pay for? Burada göründüyü kimi cins isim gəlmişdir nöqtələrdən sonra. Deməli, bizə birinci tərəfə yəli əvəzliyinin aslı hal forması lazımdır və yaxud işarə əvəzliyinin cəm forması. Niyə? Çünki cins toplu isimdir. Ona görə də biz baxmalıyıq variantlara. This, that-i çıxdıq. İkinci tərəfdə isə
Did you pay for söz önündən sonra gələn obyekt adı olan şəxs əvəzliyi lazımdır. Çünki cins əvəzliyini əvəz edən əvəzlikdir və cəmdə olmalıdır. It olmaz. They adlıq halda olan şəxs əvəzliyi, bizə isə obyekt halda olan şəxs əvəzliyi lazım. Niyə? Çünki söz önündən sonra işlənmişdir. Düzgün cavab C variantı. Choose the correct variant, düzgün variantı seçin. How much time did you spend to get information my friend got for me? Göründüyü kimi nöqtələrdən sonra isim gəlmişdir. Deməli, bizə yiyəli əvəzliyinin aslı hal forması lazımdır və yaxud adlıq halda olan işarə əvəzliyi, təkdə olan işarə əvəzliyi. Yəni, these olmaz, those olmaz. Niyə? Çünki information təkdədir, salimə isimdir. İkinci tərəfə baxsaq, my friend got for me. Got-dan sonra gələn əvəzlik nöqtələrin yerinə olan information ismini əvəz etdiyi üçün təkdə olmalıdır. Zem cəmdədir. B və C variantlarını çıxdıq. Düzgün cavab A variantı. Növbəti suala baxaq. Choose the correct variant, düzgün variantı seçin. Boys, you are innocent. Siz günahsızsınız. Have no right to accuse. You have no right to accuse yourself. Sizin özünüzü günahlandırmağa haqqınız yoxdur. Burada ona görə də düzgün gələn variant olmalıdır. You have no right to accuse yourself. B variantı düzgün cavab. A variantı düzgün cavab. Çünki yourselves olmalıdır. Boys cəmdədir. Yourself isə təkdədir burada. Növbəti suala baxaq. Choose the correct variant, düzgün variantı seçin. It is not your fault. Don't have to blame. You don't have to blame yourselves. Your fault. It is not your fault. Burada göründüyü kimi yenə eyni qaydada your açıq aydın göstərilir ki, yəni sizə aiddir. Ona görə we olmaz burada. They olmaz. Yox, burada biz baxsaq variantlar tərcüməyə baxsaq deyir ki, bu sənin günahın deyil. Bu sənin günahın deyil. Sən sizi günahlandırmamalısan. Bu düzgün gəlmir. Niyə? Çünki burada your təkdədir. It is not cümlənin xəbəri təkdədir. Bizə tək hal lazımdır. İkinci tərəf qayıdış əvəzliyi tək halda olmalıdır. Themselves olmaz. Yourselves olmaz. Themselves olmaz. Qaldı bizdə iki variant. They don't have to blame himself. Onlar onu günahlandırmamalıdır. Bu məntiqi cəhətdən düzgün gəlmir. Çünki günah ona aiddirsə, ona aid deyilsə, yəni bu sənin günahın deyil, onlar onu günahlandırmamalıdır. Çox məntiqsiz tərcümə olunur. Amma we don't have to blame yourself. Biz səni günahlandırmamalıyıq. Çünki bu sənin günahın deyil. Bu məntiqi cəhətdən düzgün səslənir. Düzgün cavab olacaq C variantı tərcüməyə əsasən. Növbəti suala baxaq. This radio setup was made in Japan and so was. Deməli, göründüyü kimi of sözünü və ondan sonra da was gəlmişdir. Burada əslində bu yəli əvəzliyinin qayıdış, daha doğrusu müstəqil hal formasıdır. Niyə? Çünki my radio və yaxud radio set of mine burada hər ikisi eyni mənanı kəsb edir. Lakin özündən sonra isim gəlmədiyi üçün bu birləşmədə yəli əvəzliyinin müstəqil hal forması tələb olunur. Ona görə də bu bir növ aslı formanın müstəqil hala çevrilmiş formasıdır deyək. Ona görə də bizə aslı forma yox, müstəqil forma lazımdır. Her, their olmaz, your olmaz. This radio set of his was made in Japan and so was nöqtələrinə həmçinin səninki və yaxud mənimki, yəni müstəqil hal forma lazımdır. Yenə their olmaz, o aslı formadır. Düzgün cavab B variantı. Tərcüməyə də baxsaq, bu onun radiosu Yaponiyada istehsal olunub, səninki də həmçinin. Belə tərcümə olunur. Düzgün cavab B variantı. Choose the correct variant, düzgün variantı seçin. This fashionable suit of was bought in Paris and so was. Yenə burada da həmçinin. Burada göründüyü kimi yəni səninki də və yaxud onunki də həmçinin. Burada yenə müstəqil halda olan yəli əvəzi tələb olunur. İkinci tərəfdə her olmaz, my olmaz. Birinci tərəfdə isə aslı hal olmaz. Yəli əvəzi müstəqil forması olmalıdır. Çünki bu birləşmə isim of plus yəli halı müstəqil hal forması tələb olunur. Özündən sonra feil gəlmişdir. İsim yox. Her olmaz, her olmaz. Hers olmalıdır. Düzgün cavab D variantı. Növbəti sual baxaq. Choose the correct variant, düzgün variantı seçin.
Gentleman's relatives will be invited to the party. Won't. Gentleman's göründüyü kimi burada nədir? Relatives burada təkdədir. Çünki birinci tərəfdə gələn nöqtələrin əvəzinə gələn əvəzlik gentlemansə aiddir, relativesə yox. Ona görə bizə tək halda olan işarə əvəzliyini seçsək, D uyğun gəlir article kimi, this uyğun gəlir, those yox, those uyğun gəlmir və həmçinin baxsaq, this, that uyğun gəlir. İndi isə ikinci tərəfə baxaq. Will be invited to the party. Won't relative. Burada ümumi aiddir. Burada, yəni birinci tərəfdəki biz tək və ya cəmdə olan əvəzliyə baxmayacağıq. Çünki relatives qohumlar, bu ümumi qohumlara aid olduğu üçün burada nöqtələrin əvəzinə gələn adlıq halda olan şəxs əvəzi cəm halda olmalıdır. Cəm halda olmalıdırsa, bizdə avtomatik olaraq biz burada hansı variantları çıxmalıyıq? He-ni çıxmalıyıq. Amma they uyğun gəlir. That və they uyğun gəlir. Birinci tərəfə baxaq indi də. Birinci tərəfdə də they, this uyğun gəlir. They də uyğun gəlir. İkinci tərəfə 1, 2, 5 düzgün cavab olacaq D variantı. Aha, növbəti suala baxaq. 114. Choose the correct variant, düzgün variantı seçin. Women's application won't be received. Will. Göründüyü kimi burada yenə women's cəmdədir. Ona görə burada birinci tərəfə bütün variantlar uyğun gəlir. İkinci tərəfdə isə will application-a aiddir. Burada artıq aplikasiya. Ona görə də təkdə olmalıdır. Yəni they və them olmaz. It olmalıdır. 1, 2, 5 düzgün cavab A variantı. Növbəti suala baxaq. 115. Choose the correct variant, düzgün variantı seçin. Geologist research will soon be discussed. Won't it. Çünki research təkdədir. They olmaz. Avtomatik B, C, E variantına çıxdıq. Birinci tərəfdə isə geologist cəmdədir və işarə əvəzliyi həmin geologist isimə aid olmalıdır. Ona görə düzgün cavab A variantı. Burada yenə arxeologist cəmdədir. Ona görə təkdə yox, cəmdə olan işarə əvəzliyi lazımdır. İkinci tərəfdə isə ekspedisiya təkdə olan isim olduğu üçün ikinci tərəfdə nöqtələrin əvəzinə gələn əvəzliyi təkdə olmalıdır. It olmalı. Düzgün cavab Y variantı. A və D B cəmdədir. Növbəti sual baxaq. Choose the correct variant, düzgün variantı seçin. It's a nice poem. Author is unknown. Author burada isimdir və nöqtələrdən sonra isim gəlmişsə, deməli burada bizə nə tələb olunur? Yəli əvəzinin asal forması. Yəni it's olmaz. It's olmaz. It olmaz. A və C variantları. Çünki it apostrophe s it is deməkdir. Adlıq halda olan şəxs əvəzliyi plus is xəbəri. Birinci tərəfdə isə it's olsaydı düzgün gələrdi. Çünki bizə adlıq halda olan şəxs əvəzliyi plus is xəbəri lazımdır. Buna uyğun gələn variant C variantıdır. Düzgün cavab C variantı. Növbəti suala baxaq. Choose the correct variant, düzgün variantı seçin. Jane's brother will phone me and my brother tomorrow. Göründüyü kimi burada Jane's brother, Jane'in qardaşı, üçüncü şəxsin təki kişi cinsidir. A, D və C variantlarını çıxırıq. B, Y. Üçüncü tərəfdə isə me and my brother bizi. Yəni, üçüncü şəxsin cəmi, obyekt adlı olan şəxs əvəzliyi lazımdır bizə. Düzgün cavab olacaq B variantı. Y niyə olmaz? Çünki our yəli əvəzliyinin asal formasıdır. Özündən sonra isim gəlməlidir. Növbəti suala baxaq. Please send this letter to Mr. Holmes. Mr. Holmes üçüncü şəxsin təki qadın cinsidir. Bizə üçüncü şəxsin şəxs əvəzliyinin obyekt formasının üçüncü şəxsin təki lazımdır. Qadın cinsi bu her'dür. Ona görə her'a uyğun gələn yeganə variant B variantıdır. This letter-də üçüncü şəxsin təki cansız varlıq olduğu üçün it olmalı idi. Adlıq halda olan şəxs əvəzliyi. Düzgün cavab B variantı. Növbəti suala baxaq. 120. Choose the correct variant, düzgün variantı seçin. Parrot can speak but parrot can't. Deməli, göründüyü kimi burada hər iki tərəfdə parrot ismi gəlmişdir. Ona görə də nöqtələrin əvəzinə hər iki tərəfdə yəli əvəzliyinin asal forması olmalıdır. Yəni, müstəqil halları çıxsaq, bizdə yerdə qalır B və C variantları. These olmaz. Niyə? Çünki parrot təkdədir. Düzgün cavab C variantı. Növbəti sual baxaq. Choose the correct variant. Elder brother goes to work every day but don't work. Göründüyü kimi burada elder brother
Nöqtədən sonra isim gəlmişdir, isim birləşmə. Ona görə də burada birinci tərəfdə nə olmalıdır? Yəli əvəzliyinin asıl hal forması, yəni yours və theirs olmaz. But don't work. Göründüyü kimi don't work xəbər cəmdədir. Xəbər cəmdədirsə üçüncü şəxsin təkini çıxırıq. Ona görə yeganə variant qalır bizdə düzgün cavab kimi D variantı. Növbəti suala baxaq. Choose the correct variant, düzgün variantı seçin. Women's sons become the winners didn't. Gördüyü kimi women's burada təklədir. Ona görə bizdə women's ismini təyin edən işarə əvəzliyi təkli olmalıdır. These və those çıxdı. İkinci sırada isə didn't, they. Niyə? Çünki sons burada bizi sonsa əvəz edir. İkinci sırada gələn işarə əvəzliyi və o cəmdədir. Cəmdədir isə he olmaz və həmçinin obyekt yox, adlıq halda olan şəxs əvəzi tələb olunur. Düzgün cavab olacaq Y variantı. Növbəti suala baxaq. Choose the correct variant, düzgün variantı seçin. Actors' popularity will guarantee the success of the film won't. Actors cəmdədir. Ona aid edən işarə əvəzliyi cəmdə olmalıdır. This-dən çıxdıq. İkinci tərəfdə isə popularity, popularlığa aid olan işarə əvəzliyi təyin olunur. Ona görə də təkdə olmalıdır. D olan variantları çıxsaq, yeganə variant düzgün cavab D variantı qalır. Choose the correct variant, düzgün variantı seçin. Look at man over there, his colleague. Göründüyü kimi burada his colleague nöqtədən sonra isim gəlmişdir. Deməli ondan əvvəl nə olmalıdır? Yəli əvəzliyinin asıl hal forması, yəni mine, yours olmaz. Birinci tərəfdə isə mən təkdədir. Ona görə these olmaz. Over there oradakı, uzaqdakı canlı varlığı və ya canlı səkanı göstərmək üçün istifadə olunduğu üçün burada that olmalıdır. Yaxın varlıqlarda this, uzaq varlıqlarda that göstərilir. Düzgün cavab olacaq A variantı. Növbəti suala baxaq. Choose the correct variant, düzgün variantı seçin. Birds over there build nests in different ways. Birds cəmdədir. Cəmdədirsə onunla əvvəl həm cəmdədir, həm də ki özündən əvvəl aslı hal yəli əvəzinin aslı formasını tələb edir. Burada biz that-i çıxırıq. Çünki özündən sonra təkisini tələb edir. İkinci tərəfdə isə nest yenə isim gəlmişdir və ondan əvvəl mütləq halda müstəqil deyil, yəli əvəzinin aslı forması tələb olunur. Yəni şəxs əvəzliyi də olmaz və theirs olmaz. Bizdə iki variant qaldı, A və C variantları və over there. Burada işarə əvəzliyi tələb olunur. It's olmaz. Düzgün cavab C variantı. Those birds over there. Oradakı quşlar. Növbəti sual baxaq. Choose the correct variant. Kate asked me if she could use calculator since doesn't work properly. Calculator isimdir. Özündən əvvəl mütləq halda yəli əvəzliyinin aslı formasını tələb edir. Mine müstəqil halda işlənir. Düzgün variant deyil. İkinci tərəfə baxsaq, adlı halda olan şəxs əvəzliyi tələb olunur. Niyə? Çünki nöqtələrdən sonra birbaşa feil gəlmişdir. Ona görə də biz obyekt halda olan şəxs əvəzliklərini çıxırıq və yəli əvəzliyində çıxsaq düzgün cavab olacaq Y variantı. Növbəti suala baxaq. Father taught brother everything knows. Göründüyü kimi father isimdir. Deməli isim gəlmişsə ondan əvvəl gələn nöqtələrin əvəzi gələn əvəzlik nə olmalıdır? Yəli əvəzliyinin aslı hal forması. Yəni ours olmaz. Ours olmaz. Taught. Taught-dan sonra birbaşa gəlməlidir nə? Şəxs əvəzliyinin obyekt hal forması. Yəni adlı hal olmaz. Və taught mine olmaz burada. Müstəqil yəli əvəzliyi bizə adlı halda olan şəxs əvəzliyi lazımdır. Sonuncu tərəfdə isə everything he knows, yəni ata bildiyi hər şey öyrədir. Burada adlı halda olan şəxs əvəzliyi və üçüncü şəxsin təki kişi cinsi he lazımdır bizə. She olmaz. İndi isə their father taught them olmaz. Burada brother isimdir. Özündən əvvəl yəli halda olan yəli əvəzliyinin aslı formasını tələb edir. Ona görə də düzgün cavab olacaq Y variantı. Növbəti suala baxaq. Choose the correct variant, düzgün variantı seçin. May talk of beautiful things, but beauty is abstract. Göründüyü kimi beauty is abstract qeyd olunmuşdur. Tək haldadır. Tək haldadırsa themselves olmaz. Ourselves olmaz. Yourselves olmaz. Birinci tərəfdə isə may talk adlı halda olan şəxs əvəzliyi tələb olunur. But beauty is abstract. Beauty gözəllik müzərrətdir. Biz we may talk of beautiful things. Biz gözəl şeylər haqqında danışa bilərik, lakin gözəllik özü müzərrətdir.
beauty itself olmalıdır burada. Düzgün cavab olacaq B variantı. Yəni gözəllikdən söhbət getdiyi üçün qayıdış əvəzliyi burada beauty-yə aiddir. Çünki şəxsin təki cansıza. Növbət suala baxaq. Choose the correct pronouns. Düzgün əvəzlikləri seçin. I think you will plant the trees. Burada gördüyük kimi cümlənin sonunda gəlmişdir. Deməli, lazımdır bizə reflexive pronouns, qayıdış əvəzlikləri və you-ya aid olan qayıdış əvəzlikləri 2 dənədir bildiyimiz kimi. Yourselves və yourself. Düzgün cavab burada olacaq 1 və 4. Və nəhayət sonuncu sual 130-cu suala baxaq. Choose the correct pronouns. Düzgün əvəzlikləri seçin. Dear students, why don't you want the professor to talk to you? Nöqtələr. Göründüyü kimi, dear students, əziz şagirdlər, why don't you, siz niyə istəmirsiniz ki, professor sizə özü danışsın? Talk to you, himself və yaxud herself. Burada çünki biz professorun qadın və ya kişi olduğunu bilmirik cümlə daxilində. Ona görə hər iki variantı düzgün variant kimi qəbul edirik. Onun özü, professora aid olan herself və himself refleksiv pronounsdur qayıdış əvəzlikləri. Düzgün cavab olacaq burada 2, 4. Bugünlük bu qədər dəyərli izləyicilər. Dərslərimiz haqqında ətraflı məlumat almaq üçün 051 766 86 91 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Videonu bəyəndinizsə, videonu bəyənib kanala abunə olmağı unutmayın. Növbəti dərslərdə görüşənədək.